Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz ümumi tarixdən Fransa mövzusudur. Fransa 2-ci Dünya müharibəsindən sonraki dövrdə. 1-ci Dünya müharibəsində olduğu kimi 2-ci Dünya müharibəsi də Fransa üçün uğurla nəticələnmişdir. Dünyadakı qalib ölkələrdən biri də Fransa idi. Lakin 2-ci Dünya müharibəsi dövründə Fransa ərazisi Almanlar tərəfindən işğal edilmişdir. Fransa ərazisində İşğal rejimi 1944-cü ilə qədər davam etmişdi. Bu dövrdə Fransa hökuməti 1940-1944-cü illər arasında mühacirət etməli olmuşdu. Fransa hökuməti bu dövrdə İngiltərə ərazisinə köçmüşdü. Ölkənin demək olar ki, bütün iqtisadi sahələri iflic vəziyyətinə düşmüşdü. Fransanın azadlıq hərəkatına General Charles de Gaulle rəhbərlik edirdi. Charles de Gaulle rəhbərlik edirdi. Charles de Gaulle'un əsgər yoldaşı Charles de Gaulle'un döyüş yoldaşlarından biri də Azərbaycanlı Əhmədiyyə Cəbrayılov olmuşdu. Əhmədiyyə Cəbrayılov Fransada partizan hərəkatında iştirak etmiş və Fransa hökuməti tərəfindən ona Armiyyə Mişel ləqəbi verilmişdi. Müharibədən sonraki dövrdə Fransa tarixini 3 dövrə bölmək olar. Birinci dövr 1944-1946-cı illəri əhatə edən dövrdür. Bu dövr müvəqqəti rejim adlanır. İkinci dövr 1944-1958-ci illəri əhatə edən 4-cü Respublika. Üçüncü dövr isə 1958-ci ildən bugünkü günə qədər olan dövrü əhatə edən 5-ci Respublika dövrüdür. Və ilk Respublika dövrü nə vaxt əhatə edir? Birinci Respublika dövrü 1792-ci ildən 1804-cü ilə qədər olan dövrü əhatə edir. İkinci Respublika dövrü 1848-1852-ci illəri əhatə edir. Üçüncü Respublika dövrü 1870-dən 1940-cı ilə qədər olan dövrü əhatə edir. Bildik ki, 1940-1944-cü illər ərzində ölkədə işğal rejimi mövcud olmuşdur. Almanların işğal rejimi mövcud olmuşdur. 1944-cü ilin payızında Fransa ərazisi tamamilə faşistlərdən, Almanlardan işğalından azad edildi. İşğal rejiminin ağır nəticələrini aradan qaldırmaq, Fransanı yenidən qurmaq üçün bu dövrdə Fransanın azadlıq hərəkatında böyük xidmətləri olan Charles de Gaulle'un başçılığı altında 1944-cü ildə müvəqqəti hökumət yaradıldı. Charles de Gaulle sosialist islahatlar keçirərək güclü dövlət yaratmaqla Fransanın müharibədən əvvəlki vəziyyətini bərpa etməyə çalışırdı. Bunun nəticəsində bir sıra islahatlar həyata keçirildi. Ölkədə ilk öncə olaraq demokratik quruluş bərpa edildi. Nasistlərlə, müharibə dövründə nasistlərlə əməkdaşlıq edənlər cəzalandırıldı. Onların var dövləti, mülkiyyəti dövlət xeyrinə müsadirə edildi. Həmçinin bu dövrdə müvəqqəti hökumət dövründə görülən ən mühüm tədbirlərdən biri də iqtisadi islahatlar keçirildi. Bəzi müəssisələr dəyəri ödənilməklə dövlətin xeyrinə birləşdirildi. Fransanın aparıcı siyasi partiyaları ölkənin idarə etmə formasını parlamentli respublika kimi görürdü. Charles de Gaulle isə ABŞ nümunəsində prezidentli respublika yaradılmasını istəyirdi. Bunun nəticəsində fikir ayrılıqları yarandı və bunun nəticəsində 1946-cı ildə Charles de Gaulle qanunverici orqanın hökumətin fəaliyyətinə qarışmasına etiraz edərək istefa verdi. Nəticədə 1946-cı ildə Fransanın yeni konstitusiyası qəbul edildi. Bunun nəticəsində Fransada müvəqqəti hökumətin dövrü başa çatdı. Fransada 4-cü Respublika dövrü başladı. Fransada da 4-cü Respublika dövrü 1946-1958-ci illəri əhatə edir. 4-cü Respublikanın daxili siyasəti. 4-cü Respublika dövründə iqtisadiyyatın əsas məqsədlərindən biri də müharibə dövrünün ağır nəticələrini aradan qaldırmaqdan ibarətdir. Müharibə dövrünün ağır nəticələrini aradan qaldırmaq üçün bir sıra planlar, islahatlar həyata keçirildi. Elmi-texniki tərəqqi, dövlət tərəfindən iri müəssisələrin fəaliyyətinin dəstəklənməsi iqtisadiyyatın inkişaf prosesini sürətləndirdi. Artıq 1950-ci illərdə
iri kapital qoyuluşunun artmasına görə artıq Fransa bu dövrdə həm ABŞ-ı, həm də Böyük Britaniyanı ötüb keçdi. Ancaq 1950-ci illərin sonunda yaranmış hakimiyyət böhranı daxili siyasətini narazılıqla qarşılanan 4-cü Respublikanın nüfuzunu sarsıtdı. Bu vəziyyətdən isə ölkədəki müxalifət istifadə etmək qərarına gəldi. Məharətlə istifadə etdi. 4-cü Respublikanın bu xarici siyasəti nədən ibarət idi? 4-cü Respublika müharibədən sonra xarici siyasətdə əsas istiqamətlərindən biri Avropa dövlətləri ilə dinc münasibətlər qurmaqdan ibarət idi. Buna görə də 1949-cu ildə Avropa Şurasının yaradılmasında yaxından iştirak etdi. Həmçinin 1957-ci ildə yaradılan Avropa İqtisadi Birliyinin yaradılmasında əsas rol oynayan ölkələrdən biri də Fransa oldu. 4-cü Respublikanın xarici siyasətində əsas məsələlərdən biri də müstəmləkələrinin qorunub saxlanması məsələsidir. Artıq bilirik ki, 2-ci Dünya müharibəsindən sonra müstəmləkələrin dağılması prosesi sürətlənmişdi. Fransada artıq müstəmləkələrini əldə saxlamaqda çətinlik çəkirdi. Müharibədən sonra dünya müstəmləkə sisteminin dağılması prosesi Fransaya da özünün təsirini göstərdi. Artıq 2-ci Dünya müharibəsindən sonra Fransanın bir sıra müstəmləkələrində azadlıq hərəkatı başladı. Ancaq fransızlar bu zaman azadlıq hərəkatını yatırmağa çalışarkən 1 milyondan çox insan soyqırımın qurbanı oldu. Bu dövrdə azadlıq hərəkatının baş verdiyi ölkələrdən biri də Əlcəzairdir. Əlcəzairdə etiraz çıxışlarının baş verməsi Fransanın ora hərbi müdaxilə etməsinə səbəb oldu. Bu zaman Fransa ordusu Əlcəzairdə bəşəriyyət əleyhinə ən qəti soyqırımlardan birini törətdi. Bu ölkədə hökumətin nüfuzuna ağır zərbə vurdu. Əlcəzairdə olan hərbi qüvvələrin hökumətə bir sıra tələblər göndərməsi ölkədəki siyasi vəziyyəti daha da pisləşdirdi. Bu dövrdə siyasi sabitlik tərəfdarları xilas yolunu Charles de Gaulle'un hakimiyyətə qayıtmasında görürdülər. Və beləliklə bu hadisələr, Əlcəzairdə baş verən hadisələr, daxildə baş verən bir sıra narazılıqlar 1958-ci ildə 4-cü Respublikanın istefa verməsinə gətirib çıxartdı. Və nəhayət Fransada 1958-ci ildə yeni bir respublika, 5-ci Respublika fəaliyyətə başladı. 5-ci Respublika 1958-ci ildə bu günə qədər mövcud olmuşdur. 5-ci Respublikanın ilk prezidenti Charles de Gaulle idi. 1958-ci ildə geniş səlahiyyətlər alan Charles de Gaulle icra hakimiyyətini gücləndirmək və yeni konstitusiya hazırlamaq qərarına gəldi. 1958-ci ildə Charles de Gaulle'un təklif etdiyi konstitusiya qəbul edildi. Bu konstitusiya əsasən Fransa prezidentli respublika oldu və Fransada 5-ci Respublikanın ilk prezidenti Charles de Gaulle oldu. Charles de Gaulle'un prezidentliyi dövrü 1958-1969-cu illəri əhatə edir. Charles de Gaulle 1944-46-cı illərdə müvəqqəti hökumət dövründə də Fransa hökumətinə rəhbərlik etmişdir. Daxili siyasətdə Charles de Gaulle kapitalın mərkəzləşməsini gücləndirdi. Dövlətin dəstəyi nəticəsində sənaye sürətlə inkişaf etməyə başladı. İqtisadiyyatın modernləşdirilməsi nəticəsində Fransa inkişaf etmiş, müasir sənaye ölkəsinə çevrildi. Həmçinin kənddə fermer təsərrüfatının inkişafı nəticəsində Fransa Avropada ən iri ərzaq ixracatçısına da çevrildi. Bu da Fransanın iqtisadi inkişafının sürətli olduğunu göstərir. Həmçinin Charles de Gaulle'un rəhbərliyi altında 5-ci Respublika dövründə Fransa fəal xarici siyasət yeridir. Bu dövrdə Fransanın xarici siyasətinin əsas istiqaməti ondan ibarət idi ki, müstəmləkə problemini həll etmək, bir də ABŞ-ın Avropada müdaxilələrini minimuma endirməkdən ibarət idi. Çalışırdı ki, ABŞ-ın Avropada nüfuzu kifayət qədər yüksək olması. 5-ci Respublika dövründə ABŞ-ın Avropada təsirini zəiflətmək üçün Fransa nüvə dövləti olmasına nail oldu və ölkənin müdafiə qüdrətini artırdı. Fransa NATO-nun hərbi strukturundan çıxdığını elan etdi. Müstəmləkə məsələsi də dinc yolla həll edildi. Artıq 1960-cı illərin əvvəllərində
Fransa, Ekvator və Qərbi Afrika müstəmləkələrinə müstəqillik verdi. Həmçinin 1962-ci ildə imzalanan Evian sazişi ilə Əlcəzairə müstəqillik verərək onun istiqlaliyyətini də tanıdı. Nəticədə Fransa müstəmləkə rejimi süqut etdi və Fransanın müstəmləkə rejiminin süqut etməsi nəticəsində 14 yeni dövlət yarandı. Artıq 1960-cı illərin ortalarından etibarən Charles de Gaulle hakimiyyətini kifayət qədər möhkəmləndirmişdi və onun hakimiyyətində artıq avtoritar mecillərə rast gəlinirdi. Bu da həyat şəraitinin pisləşməsinə gətirib çıxartmışdı və artıq Charles de Gaulle hökumətinə qarşı narazılıqlar artırdı. Parisdə etiraz tətilləri başladı. Bu etiraz tətilləri genişləndi və nəticədə parlament buraxıldı. 1969-cu ildə Fransanın yeni ərazi bölgüsü ilə bağlı keçirilən referendumda Charles de Gaulle məğlub oldu və Charles de Gaulle ilk dəfə 1946, ikinci dəfə isə 1969-cu ildə istefa verdi və bundan sonra Charles de Gaulle bir daha siyasətə qayıtmadı. Fransaya 1981-1995-ci illərdə Mitterrand rəhbərlik etmişdi. Mitterrandın prezidentliyi dövrü 81-95-ci illəri əhatə edir. 1970-ci illərdə Fransada iqtisadi vəziyyət pisləşdi. İqtisadi vəziyyətin pisləşməsi ölkədə sosialistlərin hakimiyyətə gəlməsinə şərait yaratdı. 1981-ci ildə François Mitterrand Fransa prezidenti seçildi. Yeni hökumətin ilk vəzifəsi ölkəni iqtisadi böhrandan çıxarmaqdan ibarət idi. François Mitterrandın dövründə iqtisadi sahədə islahatlar keçirildi, sənayedə dövlət bölməsinin payı artırıldı, əmək münasibətləri tənzimləndi. Həmçinin Mitterrandın prezidentliyi dövründə NATO və ABŞ ilə əməkdaşlıq inkişaf etdirildi. Fransa ordusu ABŞ-dakı İraqdakı Səhrada Tufan əməliyyatında iştirak etdi. Həmçinin Səhrada Tufan əməliyyatında iştirak edən ölkələrdən biri də İngiltərə olmuşdu. 1991-ci ildə Avropa İqtisadi Birliyinin Avropa İttifaqına çevrilməsinin əsasını təşkil edən sazişi imzalandı. Həmçinin 1994-cü ildə Fransada, Ruandada baş verən vətəndaş müharibəsinə hökumət qüvvələrinə yardım etmək adı altında ora qoşun yeritdi. 1 milyona yaxın insanın soyqırıma məruz qalmasında iştirak etdi. Həmçinin Fransa uydurma erməni soyqırımına da dəstək verən ölkələrdən biridir. Fransada 21-ci əsrdə artıq dünyanın ən güclü ölkələrindən biri kimi qədəm qoyub və 21-ci əsrdə dünyanın inkişaf etmiş ən güclü istər hərbi cəhətdən, istərsə də iqtisadi cəhətdən ən güclü ölkələrindən biridir. Fransa nüvə silahına malikdir. 2017-ci ildə Fransada keçirilən prezident seçkilərində Emmanuel Macron Fransa prezidenti seçildi. Onun apardığı siyasət nəticəsində Fransada yanacaq qiymətlərinin artması və xalqın güzəranı pisləşdi. Bu da ölkədə narazılığa gətirib çıxartdı. Macron hökumətinin tətbiqinə hazırlaşdığı yeni vergi islahatları ölkədə narazılıq hərəkatına səbəb oldu. Bu narazılıq hərəkatı isə sarı girəklər adı altında tanınır. Ölkəni bürüyən bu hərəkatın qarşısını almağa çalışan hökumət bir müddət islahatların keçirməsini gecikdirdi. Hazırda Fransa beynəlxalq aləmdə özündən zəif hesab etdiyi dövlətlərə və xalqlara qarşı aqressiv münasibəti ilə seçilir. Xüsusilə bunun aqressiv münasibəti türk və müsəlman ölkələrinə qarşı daha çox özünü büruzə verir. Biraz əvvəl də bildirdi, 30 ildən çox ermənilərə birbaşa Fransa tərəfindən köməklik etmişdir. İndi Fransa tarixi ilə bağlı hadisələr bir daha xronoloji ardıcılıqlara baxaq. 1940-1944-cü illərdə Fransa ərazisində Almaniyanın işğal rejimi mövcud olmuşdur. 1944-46-cı illərdə Fransada müvəqqəti hökumət mövcud olmuşdur. 1946-cı ildə Charles de Gaulle birinci dəfə istefa verdi. Fransanın yeni konstitusiyası qəbul edildi və 4-cü Respublika fəaliyyətə başladı. 1946-1958-ci illər Fransada 4-cü Respublika dövrüdür. 1949-cu ildə Fransa Avropa Şurasına üzv oldu
Avropa Şurasının yaradılmasında həmçinin iştirak etdi. 1950-ci illərin ortalarında artıq iri kapital qoyuluşunun artmasına görə Fransa, ABŞ və Böyük Britaniyanı ötüb keçdi. 1957-ci ildə Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak etdi. Həmçinin Avropa İqtisadi Birliyinin üzvlərindən biridir. 1958-ci ildə Əlcəzairdə müstəmləkələr əleyhinə üsyan başladı və bunun nəticəsində Fransada 4-cü Respublika süqut etdi, 5-ci Respublika yarandı. 1958-ci ildə Fransa Prezident Respublikası oldu və Fransada 5-ci Respublika fəaliyyətə başladı. 1959-1969-cu illərdə Fransa hökumətinə Charles de Gaulle rəhbərlik etmişdi. 1960-cı illərin əvvəllərində Fransa, Ekvator və Qərbi Avropa müstəmləkələrinə müstəqillik verdi. Həmçinin 1962-ci ildə imzalanan Evian sazişi ilə Əlcəzairə müstəqillik verdi. Bunun nəticəsində artıq 60-cı illərdə Fransa müstəmləkə rejimi devrildi və nəticədə 14 yeni müstəqil dövlət yarandı. 1969-cu ildə Charles de Gaulle ikinci dəfə istefa verdi. 1981-ci ildə François Mitterrand prezident seçildi. 95-ci ilə qədər Fransa prezidenti olub. 91-ci ildə Fransa Avropa İqtisadi Birliyinin Avropa İttifaqına çevrilməsinin əsasını təşkil edən saziş imzaladı. 1994-cü ildə Fransanın iştirakı ilə Ruandada soyqırım törədildi və bu soyqırımda da 1 milyondan çox insan qətlə yetirilmişdi. 2017-ci ildə Emmanuel Macron Fransa prezidenti seçildi və ölkədə bundan sonra narazılıqlar başladı və sarı yerləşiklər hərəkatı baş verdi. Fransa mövzumuzla bağlı bu qədər.